Birinci növbədə əlbəttə ki, əsas informasiya daşıyıcıları dövlət orqanlarıdır. Hansılardan ki, biz işləyirik. Burada çox ciddi problemlər var. Problemlərlə məşğul olub. Əsasən də mən hesab edirəm ki, jurnalist təcrübəsindən mən irəli gəlirəm. 1993-cü ildən sonra, yəni mövcud hakimiyyət bərqərar olandan sonra demək olar ki, jurnalistlərin çox böyük problemləri başladı və birinci növbədə informasiya əldə eləmək. Mətbuat xidmətləri kifayət qədər zəif işləyir, yox dərəcəsindədir. Ona baxmayaraq ki, ştat strukturları var, işçilər var, iş yoxdur. Bu da onunla bağlıdır ki, bizdə Azərbaycanda mətbuat şuraların, mətbuat xidmətlərinin fəaliyyətini təmizləyən sənəd yoxdur. Kim necə istəyir, elə də işləyir. Kimi istəyirlər dəvət edirlər, kimi istəyirlər dəvət edirlər. Burada ikinci məsələ var, akreditasiya məsələsi. Azərbaycanda akreditasiya sistemi problemi var. Burada da vahid bir sənəd yoxdur. Və deyək ki, jurnalist əgər bir tənqidi yazı yazırsa, tənqid edirsə, deməli, onun qarşı yazıyı salınır, ya mətbu orqanı, ayrı seçkili ciddi var. Və son zamanlar hətta artıq hökumət yönüllü kütləvi informasiya vasitələri də şikayət etməyə başlayırlar ki, bu arada informasiya əldə edilməkdə problem yaranır. Ona baxmayaraq ki, 2005-ci ildə informasiya adı haqqında qanun qəbul olunub, sanki bu qanun bizə daha çox imkan yaratmalı idi ki, biz informasiya əldə edə bilək. Əksinə vəziyyət daha da pisləşib və son monitorinqlərdə göstərir, keçilən monitorinqlər ki, vəziyyət həqiqətən də yaxşı deyil və dövlət məmurları tərəfindən, dövlət orqanları tərəfindən informasiya əldə etmək hüquqları ciddi şəkildə pozulur. Nəinki vətəndaşları, hətta jurnalistlərin. Bax, burada biz çox ciddi problemlərlə üzləşirik. Təəssüflər olsun ki, 2008-ci ildə bir qrup demək olar ki, ekspertlər, o cümlədən mən biz demək olar ki, hazırlamışdıq ciddi bir sənəd paket şəklində. Action plan, yəni hərəkət planı da vardı orada. Yəni qısa müddətdə 6 ay ərzində demək olar ki, çox böyük problemlər aradan götürülməliydi. Və o təqdim olmuşdu prezident aparatına. Bizə söz verirlər ki, bu sənəd qəbul olunacaq, işləyəcək. Bu vaxta qədər işə düşmür. Yəni nəyə görə? Çünki hakimiyyət azad informasiya məkanının Azərbaycanda mövcud olmasını istəmir. Bu da onunla bağlıdır ki, mən hesab edirəm ki, kifayət qədər böyük korrupsiya var, kifayət qədər böyük problemlər var bizdə. Məsələn, mən bir misal kimi gətirim, bu Kürd daşqınları ilə bağlı biz artıq bir yarımda işləyirik, təhqiqatlar aparılır və burada çox böyük problemlərlə üzləşirik, informasiya əldə eləmək. Və burada məsələn ayrılmış 326 milyon manat vəsaitlərin hara gedməsini biz bu vaxta qədər üzə çıxara bildik. Savaş davam edir. Ancaq bu problemdir, dirəniblər. Yəni bir nüsxə kimi, bir misal kimi mən göstərirəm. Və bu sahələr çoxdur. Ona görə də hakimiyyət maraqlıdır ki, kifayət qədər qapalı sistem olsun, informasiya az gitsin, jurnalistlər işlə bilməsinlər, cəmiyyət bilməsin. Çünki jurnalist cəmiyyətdən hakimiyyət arasında olan bir vasitəçi rolunu normal oynaya bilmir. Bu problemlər var. Və yəni Turan agentliyi olaraq bu problemlərlə biz birinci növbədə üzləşirik. Çünki müstəqillik və müstəqillər də ən böyük məsələ əziyyət çəkənlər sahibdir. Bax, vəziyyət belədir. Mehman müəllim, heç informasiya ombudsmanına müraciət etdiyiniz olubmu? Mən hesab edirəm ki, ümumiyyətlə səhvdir, Elvira Süleymanova bu səlahiyyətlərin verilməsi böyük bir səhvdir. Biz vaxtıyla bu məsələni qaldırmışdıq və hesab edirdik ki, prezidentin yanına xüsusi bir şəxs, qurum olmalı idi ki, bu məsələlərlə məşğul olmalı. Təkcə informasiya əldə etmək yox, ümumiyyətlə medianın fəaliyyətini sağlamlaşdırmaq, onun mətbuat haqqında qanun və başqa konstitusiyon qanunu demək olar ki, tələblər var həyata keçirilsin, yerinə yetirilsin ki, bizdə normal mühit yaradılsın. Yəni, jurnalistlər öz vəzifələrini profesional işləyir. Və o mənada verilməsi Elvira Süleymanovaya, mən deyirəm, böyük bir səhvdir və bunu göstərir ki, formal bir şeydir. Bizdə var ombudsman. Ancaq o ombudsman, biz deyirik ki, sizin məsələni qoyduğunuz şikayət eləmək. Əslində mən hesab edirəm ki, məclisə şikayət eləməməlidir. Ombudsman aparatı təşəbbüs göstərməlidir ki, yığmalıdır və bu vaxta qədər bizim həm yığıb danışıblar bizdən. Kimlərdən danışıblar?
Təşəbbüs göstərirlərmi ki, gəlin oturaq, hansı problemləriniz var, həll edək biz? Yoxdur. Halbuki onun vəzifədir, səlahiyyətidir və informasiya haqqında qanunun təmzinlənir. Bəs bu adam işte bu iş maraqlanmır, məşğul olmursa, ona müraciət nə bilirsiniz? Müraciətlər var, olub. Ancaq ki, bu o deyil. Mən hesab edirəm ki, götürülü şəkildə, əsaslı şəkildə problem həll olmalıdır və birinci növbədə hakimiyyət və prezident administrasiyası birinci növbədə çünki mətbuatı təmzinləyən əsas qurum büyün bizdə prezident aparatı. Teşekkür edirəm söz verdiyinizə görə. Mehman müəllimin görünür məlumatı yoxdur. Biz bir neçə məsləhətləşmə keçirmişik bununla bağlı. Həm jurnalistlərdən, birinci məsləhətləşməmiz o jurnalistlərdən, burada iştirak edən bəzi nümayəndələr də, bəzi jurnalistlər də o görüşlərdə iştirak ediblər. O cümlədən Rəşid Hacılı və bir sıra digər jurnalistlər, həm qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəhbərləri, həm də media mənsubları. Yəni orada, həmin o görüşdə qarşıda duran vəzifələr, problemlər müzakirə olundu. Çox açıq şəkildə hər öz fikrini bildirdi bununla bağlı. Və ikinci belə bir məsləhətləşmə mətbuat xidmətləri ilə olub, dövlət qurumlarının, bütün dövlət qurumlarının mətbuat xidmətləri ilə olub. Bu sayədə biz işi davam etdiririk. Bilirsiniz ki, bu qanun, Ombudsman haqqında konstitusiya qanununa əlavə və dəyişikliklər bu yaxınlarda, yəni 8 avqust tarixində təsdiq edildi. Ancaq buna baxmayaraq, bundan əvvəl də artıq bu proses başlanmışdı və biz planlaşdırırıq noyabr ayında Avropa Şurası ilə birgə böyük bir tədbir keçirdək, media azadlığı ilə bağlı və həmin o tədbirə sizlər də dəvət olunacaqsınız. Ümumiyyətlə, mən qeyd eləmək istəyirəm ki, Ombudsman aparatı hər zaman hər kəsin üzünə açıqdır. Yəni biz tədbirlərimizə hər kəsi dəvət edirik, heç bir ayrı seçilik qoymadan. Kim gəlir, gəlmir, yəni o hər kəsin öz işidir. Ancaq mən qeyd eləmək istəyirəm ki, bu səlahiyyətlərin insan hüquqları üzrə müvəkkələ verilməsi çox düzgün və məntiqli bir addım oldu. Bu mənim fikrim deyil, bu əksəriyyətin fikridir. Görüşlərdə də bu fikirlər təsdiq olundu. Yəni burada əyləşən insanlar da bunu təsdiq edə bilərlər. Yəni Ombudsman aparatı yarandığı gündən biz bu işlə məşğuluq. Çünki qanun, Ombudsman haqqında konstitusiya qanunu müəyyən edir ki, müvəkkil Azərbaycan Respublikasının konstitusiyasında və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət və yerli özünü idarə etmə orqanları vəzifəli şəxslər tərəfindən pozulan hüquq və azadlıqların bərpası ilə məşğuldur. Və bu informasiya əldə etmə qanunun məqsədi də Konstitusiyanın 50-ci maddəsinin səmərəli implementasiyasına xidmət edir. Yəni, məhz bu baxımdan da bu səlahiyyətin insan hüquqları üzrə müvəkkilə verilməsi çox məntiqli və düzgün addım oldu və bu sayədə də biz kifayət qədər işlər görmüşük və hələ görüləcək işlər də hələ qabaqdadır və bu mövzuda biz daim debatlara, müzakirələrə hazırıq və bu debatları biz davam edirik. Rövşən müəllimin dediyinə münasibət bildirmək istəyirəm. Birincisi, Ombudsman haqqında qanunu diqqətlə oxumaq lazımdır. Ombudsman ömürlük seçilmir. Ombudsman 2 dəfə seçilir, yəni qanuna dəyişikliyə görə. Bu da bütün qabaqcıl demokratik ölkələrdə belədir. Yəni, bizdə qanunun köhnə redaksiyasında belədir ki, Ombudsman 1 dəfə seçilir və buna görə bəzi ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri bizə irad tuturdular ki, Ombudsmanın 1 dəfə seçilməyi doğru deyil. Yəni, bir çox ölkələrin qanunvericiliyini biz həqiqətən də analiz edəndə onda görürdük ki, əksər ölkələrdə 2 dəfə seçilir. Və buna görə də məhz bu bundan irəli gəldi, bu pozitiv dəyişiklik. Ombudsman 2 dəfə seçilir və burada ömürlük seçilməkdən söhbət getmir. İkincisi, Rövşən bəy, mən sizi Ombudsman aparatına dəvət edirəm. Siz orada yüzlərlə, bəlkə də minlərlə təşəkkür məktublarını oxuya bilərsiniz ki, Ombudsman necə pozulmuş hüquqları bərpa edir. Eyni zamanda tövsiyə edərdim ki, Ombudsmanın illik məruzələrini oxuyasınız və həmin o illik məruzələrdə konkret faktlarla, misallarla Ombudsmanın pozulmuş hüquqların bərpası istiqamətində fəaliyyətdə öz əksini tapır. O ki, qaldı ikinci bir suala mən nəzərinizə çatdırmaq istəyirəm. Dövlət orqanları Ombudsmana şikayət etmək hüququna malik deyirlər. Sağ olun. Üzr istəyirəm, mənim də qəzetin adı çəkildi, ona görə necə gəlməliyim.
informasiya almaq, gündəlik informasiya ilə işləyən bütün qəzetlərin ən böyük problemidir. Azərbaycan nazirliklərində məmuriyyət yanında işləyən media, mətbuat xidmətlərinin əsas funksiyası həmin nazirlərə qoruyuculuq etməkdir, nəinki məlumat vermək, paylaşmaq və dəqiqləşdirmək. Onların çox məhdud hüququ var və o məhdud hüquqla biz işləyə bilmirik. Ona görə də mən bir neçə nazirliyi məhkəməyə vermişəm. Zamanında bizə informasiya dəqiqləşdirilməsi məsələsində kömək edə bilmədikləri üçün və Ali Məhkəmənin qərarı ilə, məsələn, Azəri qazı biz məhkəmə vasitəsilə udmuşuq. Sadə bir məsələ. Bizə hansısa bir məlumatı dəqiqləşdirməkdə öz funksiyalarını icra etmədiklərinə görə. Qaldı burada insan haqları və media ombudsmanının adı çəkildi. Mən Elmira xanımın xətrini çox istəyirəm. 17 ay onunla sıx təmasda olmuşuq. Mən həbsxanada olanda dəfələrlə bizi ziyarət edib, gəlib. Amma hər dəfəsində mətbuat konferansı keçirərkən yaxud parlamentdə danışarkən hər dəfəsində bizim dediklərimizi və bizim vəziyyətimizi təhrif edir. İş o yerə gəlib çatıb ki, biz axırda onu kameramıza qoymadıq. O xahiş elədi və yanında gənc insanlar da vardı. Yaşlı qadındır, sözün həqiqi mənasında xaricilərlə bir yerdəydi o zaman. Yalvardı ki, məni içəriyə buraxın. Mən bir səhv eləmişəm, düzəldiş verəcəm. Parlamentdə gedib bizim adımızdan demişdik ki, biz çox məmnunuq. Yerimizdən çox razıyıq. Həyatımızdan çox razıyıq. Hansı ki, biz ona demişdik ki, biz soyuqdan ölürük. Bizə heç olmasa, heç nə eləyə bilmirsənsə, bir qızdırıcı kömək edə. Biz informasiyasızıq. Heç olmasa bizə radio təmin edə. Radiomuz belə yoxdur. Və biz dünyada ən ağır işgəncəyə məruz qalmışıq. Biz tək adamlıq kameradayıq, 2 aydır. Bizim yerimizi dəyişdi. 2 nəfər olsun. Cinayətkarla da olsa bir yerdə bizi saxlamağa kömək edə. O isə gedib parlamentdə demişdi ki, mən görüşdüm, bir neçəmizin adımızı da çəkmişdi. Onlar həyatlarından, saxlanma şəraitlərindən heç bir şikayətləri yoxdur, heç bir problemləri yoxdur. Belə bir şəxsin, mən onun xanımlığına hörmət edirəm, yaşına hörmət edirəm. Belə bir şəxsin yenidən media ombudsmanı olması bir nonsensdir, bizi ələ salmaqdır. Və bizim bu sahədə bizim adamımızın olmaması, ombudsmanımızın olmaması deməkdir. Və mən məsələn, burada söyləndi ki, müxalif yönümlü qəzetlərdən də orada təmsil olunub. Mən məsələn, mənim də xəbərim olmayıb və bizim də təmsilçilərimiz orada olmayıb və mənim üçün çox maraqlıdır ki, o deyilən qəzetlər hansılardır? Heç olmasa birinin ikisinin adını çəkə bilərmi, hörmətli nümayəndə? Təşəkkür edirəm.